Məqam gəldi, arıları yeşiyə yerləşdirmək lazımdır. Bir neçə ədəd belə bir şan qoyuruq içərisinə. Ondan sonra ən həyəcanlı moment bax indidir. Gözümdən yaş gəldi, vurdu biri gözümdən. Allah eləməsin, onu da deyim ki sizə, gözün içindən əgər vursa var ya arı, bir dəfə daha kör olursan. Yəni sən bağışlanmaq məsələn yoxdur da bu işdə. Ona görə deyirəm, lazım olmayan bir hərəkətlərdir bunlar. Bismillahirrahmanirrahim. Başlayaq. İşte bu ana arını da çıxardıb buradan buraxacaq. Nətər bağlamışam. Ana arı da qəfəsin içərisindədir. Bunu da biz buraxacaq qəfəsin içərisinə. Şu. Gəlib yenə də mənim üstümə daraşırlar, baxın.